Allah adamı deyəndə ağlıma nə gəlir? Allah adamı yəni yanan adam. Başqalarını yanan adam. Yəni ürəyi yanan adam. Tüstülənən yox. Yəni məsələ birisi nədir? Bu günləri təəssüf ki, xeyli tüstülənən adamlar var. Əslində onlar tüstülənirlər, amma özləri yanan kimi göstərirlər. Güya yanırlar, yanmırlar. Allah adamı həqiqətən yanan adamdır. Həqiqətən yanan adamın da başında pərvanələr olur. Tüstülənmək başqa şeydir, yanmaq başqa şeydir. Bax, bunu qüvvətləndirmək lazımdır. Alışdı. Bir mərhələ var da, alışmaq mərhələsi. Yandırırsan, yanır, birdən taraf yenə söndür. Yəni tutmur da, alışmır. Amma bir mərhələ var ki, desən, uca alışdı. Görürsünüz, o maraqlı bir şeydir. Maraqlı bir mərhələdir. Artıq alışdı və salam, arxanizm da uca alışdı. Da bundan sonra sönməz.